Ərəb dilində nitq hissələri ərəb dilində 3 yerə bölünür. İsim, fiil və ədat olmaq üzrə 3 yerə bölünür. İsmə aid, məsələn, deyə bilərik ki, Əhmədu, Əhməd, qalamun, qələm, səyyəratun, maşın. Fiilə aid nümunə, səfərə, yəni səfər etmək, yəktubu, yazır, iclis, otur. Hərf, yəni ədata aid fi, buna ön qoşma deyirlər, dadə, içində, ilə, a, ə, ya, yə, min, dan, dən. İsim, əşyanın adını bildirir, heyvan, bitki və cansız varlıqlara nədir? İşarə edir. İsimdə zaman olmur. İsimlərin əlamətləri ismin başına, yəni əvvəlinə əl artiklı gətirilə bilir. Məsələn, ər-raculu, adam. Əslində əl-raculu idi, oldu ər-raculu, adam. Əl-muslimu, müsəlman. Əl-qaməru, ay. Əl-buldənu, ölkələr. Əl-qalbu, qəlb. İsmin demək birinci əlaməti əl artikli almasıdır. İkinci əlaməti sonuna tənvin alması. Raculun, bir kişi. Muslimun, bir müsəlman. Qamarun, bir ay. Səyyəratun, bir araba. Tilmizətun, qız, şagirdlər. Demək, ismin ikinci əlaməti dedik ki, sonunda tənvin olur. Amma feillərin sonunda tənvin gəlməz. C bəndi, başına ön qoşmanın gəlməyi. Buna ərəb dilində hərfi cər deyirlər. Fil beyti, fi ön qoşması gəldi ismin önünə, onu saldı yiyəlik halına. Gördüyünüz kimi i var burada. Fil beyti evdə, anil kitəbi kitab haqqında. An burada ön qoşmadır, ədatdır. Bil qaləmi qələmlə, bi ön qoşma. Sonra minəl mədinəti şəhərdən, burada min ön qoşmadır, ədat qrupuna aiddir. D bəndi, isimlərin sonunda təmərbutə olur. Buna yuvarlaq tədə deyirlər. Sabburatun, yazı taxtası. Qa'atun, salon. Sadiqatun, demək qız arkadaş, yəni rəfiqə deməkdir. Kulliyyətun, fakültə. Mədrəsatun, nədir? Burada nə gedir bizdə? Məktəb gedəcək. Sonra feil. Feil nədir? Feil əşyanın hərəkətini neynir? Bildirir. Keçmiş, indiki gələcək zamana neynir? Dəlalət edir. A bəndi feilin əlamətləri. Sonuna fail olan açıq və hərəkəli tə alması. Keçmiş zaman üçün, mazi üçün. Məsələn, kətəbdi, sən yazdın, qadın. Gördüyünüz kimi, nitq hissəsinin sonunda ti var. Artıq biz biləcəyik ki, bu feildir. Səfərtu, mən səfər etdim. Gördüyünüz kimi, nitq hissəsinin sonunda tu var. Buna həm də fail də deyirlər. Sonra kətəbdə, sən yazdın. Gördüyünüz kimi, nitq hissəsinin sonunda tə var. Demək, bu feil olacaq. B bəndi, sonuna açıq və sakin tə alması. Yəni, sükunlu tə alması. Fətəhət, o qadın açdı. Gördüyünüz kimi, sükunlu tə var. Biləcəyik ki, bu feildir. Sonra rəcəət, o qayıtdı, qadın. Sonunda yenə sükunlu tə var. Qaraət, o qadın neynədir? Oxudu. C bəndi, başına müzarəət. Yəni, əlif, tə, yə, nə. Yə, nun və hərflər gəlir. Buna sərf elmində ətəynə hərfləri deyirlər. Hərflərdən birinin gələ bilməsi müzari feili üçün. Yəni, ərəb dilində indiki gələcək zamanı feilin önlərinə bu 4 hərfdən biri daxil olur. Məsələn, nəşrabu, biz içirik. Gördüyünüz kimi, nun gəldi nitq hissəsinin önünə. Yadrusu, o oxuyur. Yə gəldi nitq hissəsinin önünə. Sonra təqra'u, sən oxuyursan. Tə gəldi nitq hissəsinin önünə. Biləcək bu feildir. Əktubu, mən yazıram mənası. Burada gördüyünüz kimi, əlif gəldi nitq hissəsinin önünə. Sonra, feillərin 4-cü əlaməti. Lən, ləm, qad, səufə, sin ədatlarından birinin gələ bilməsi.
Lən yəncəhə. O nicat tapmayacaq. Lən gördüyünüz kimi bundan sonra gələn nədir? Feil olur. Ləm yəsmə. O eşitmədi. Ləm gördüyünüz kimi gəldi feilin önünə. Qad kətəbə. Artıq o yazdı. Qad əhdatı gəldi feilin önünə. Səufə yəfhəmu. O yəni anlayacaq, yəni başa düşəcək. Səyətəalləmu. O öyrənəcək. Gördüyünüz kimi də lən, ləm, qad, səufə, sin əhdatları neynədir? Nitq hissəsinin önünə gəldi və biz də bununla biləcəyik ki, bu nədir? Feildir. Hərf, yəni bunun mənası ədat deməkdir. Ədat demək ki, ədatın ayrı-ayrılıqda mənası olmur, amma nitq hissələrinə qoşulduqda bir anlam ifadə edir. Buna baxaq. Bi ön qoşmalardır bunlar hamısı. Bi ilə, min dan-dən, ilə a-ə-ya-yə, an dan-dən haqqında, alə a-ə-ya-yə üzərində, fi da-də içində, li üçün, kə kimi